Salam əziz və dəyərli dinləyicilər, mən bugün sizə Victor Hugo'nun Gazetta əsərinin oxusunu təqdim edəcəm və əsas məqamları burada vurğulayacağıq. Qeyd edim ki, bu tip videoların gəlməyini istəyirsinizsə kanala abunə olub şərh yazmağı unutmayın. Başlayaq. Paris yaxınlığında Montfermeil kəndindəki sadə bir meyxananı Thenardier adlı birisi arvadı ilə birlikdə saxlayırdı. Deməli, Parisin yaxınlığında Montfermeil kəndindəki Montfermeil kəndindəki sadə bir meyxananı Thenardier adlı birisi arvadı ilə birlikdə saxlayırdı. Bir bahar axşamı Thenardier'in meyxanasının qabağında bir araba dayanmışdı. Deməli, nə zaman? Bahar axşamı. Bir bahar axşamı Thenardier'in meyxanasının qabağında bir araba dayanmışdı. Bu arabanın oxunun altından yarımdairə şəklində bir zəncir sallanırdı. Bu zəncirin üstündə iki balaca qız oturmuşdu. Qızların əynində çox yaxşı, hətta qəşəng paltarlar vardı. Deməli, qızların əynindəki paltarlar çox yaxşı idi, hətta qəşəng paltarları idi. Meyxananın qapısı qabağında yaraşıqsız bir arvad oturmuşdu. Bu qızların anası idi. Deməli, bu qızların anası idi. Ana uşaqları yelləndirir və saxta bir səslə nəğmə oxuyurdu. Kimsə ona yaxınlaşdı və birdən lap qulağının dibində bu sözləri dedi. Xanım, nə yaxşı uşaqlarınız var. Qızların anası oxuya-oxuya dönüb baxdı. Onun qabağında bir neçə addımlıqda bir qadın dayanmışdı. Onun da qucağında balaca bir uşaq vardı. Deməli, onun qabağında bir neçə addımlıqda bir qadın dayanmışdı. Onun da qucağında balaca bir uşaq var idi. Arvadın qucağındakı uşaq 2-3 yaşında olduqca gözəl bir qız idi. Deməli, arvadın qucağındakı uşağın neçə yaşı var? 2-3 yaşı olardı deyir və olduqca gözəl bir qız uşağı idi. Paltarının bərbəzəyi heç də o biri qızlarınkindən geri qalmazdı. Krujevalı çutqusunun üstündən başına nazik kətan ləçək bağlanmışdı. Deməli, Krujevalı çutqusunun üstündən başına nazik ləçək bağlanmışdı. Koftasının kənarlarına lent tikilmişdi. Qatlanmış tumanının altından totuq və möhkəm ağ ayaqları görünürdü. Üzünün rəngi qızıl gül kimi gözəl və sağlam idi. Yanaqları almaya bənzəyirdi. Qız yatırdı. Qızcığazın anası isə yoxsul və məyus görünürdü. Deməli, qızcığazın anası isə yoxsul və məyus görünürdü. Paltarı onu təzədən kəndli olmağa hazırlaşan bir fəhlə qadına bənzədirdi. Bu iki qızın anası. Mənim adım xanım Thenardier'dir. Mənimdir adım, həmin bu iki qızın anası, mənim adım xanım Thenardier. Dedi, bu meyxana ərimlə mənimdir. Bu meyxana kimindir? Mənimlə mənimdir. Yolçu qadın başına gələn əhvalatı danışdı. O, fəhlə bir qadın imiş. Deməli, fəhlə imiş. Parisdə iş tapmaq çətin olduğundan onu başqa yerdə, vətənində axtarmağa gəlmişdi. Deməli, Parisdə iş tapa bilməyib və o işi harda axtarmağa gəlib? Məhz vətənində axtarmağa gəlibdi o işi. Deməli, Paris onun vətəni deyildi. Vətəni məhz indi gəldiyi yer idi. Bu sözləri deyib öz qızını elə hərarətlə öpdü ki, onu yuxudan ayıltdı. Qız anasının gözləri kimi mavi gözlərini açıb, deməli, qadının gözləri mavi idi. Bir də mavi gözlü biz harda görmüşdük? Zəhər hekayəsində, deməli, orada meşəbəyi var idi. Meşəbəyinin adı Mirqasım. Mirqasım kişinin də gözləri mavi rəngdə idi. Belə.
Aha. Deməli, qız deyir anasının gözləri kimi mavi gözlərini açıb baxdı. Sonra güldü və sürüşüb yerə düşdü. Bu şirin uşaq birdən yelləncəkdə yellənən iki qızcığazı görərək durdu və sevincindən dilini çıxartdı. Tenardiyə ana qızları yelləncəkdən düşürüb uşaqlara üçlükdə oynayın dedi. Deməli Tenardiyə ana qızları, öz qızlarını yelləncəkdən düşürüb uşaqlara üçlükdə oynayın dedi. Qadınlar söhbətlərinə davam edirdilər. Qızınızın adı nədir? Qızınızın adı nədir? Kozetta. Tenardiyə ana. Baxın, uşaqlar bir-birinə nə tez alışır. Kənardan baxan bunları üç bacı zənn edər. Bu sözlər o biri qadının ruhunu qığılcım kimi işıqlandırdı. O, Tenardiyənin əlindən tutaraq diqqətli bir nəzərlə baxdı. Razısınızmı uşağım sizinlə qalsın, dedi. Kozettanın anası sözünə davam edərək, bilirsinizmi, dedi, mən qızımı özümlə bərabər vətənimə apara bilməyəcəyəm. Uşaqla birlikdə iş tapmaq çətindir. Uşaqlarınızı bu qədər gözəl, bu qədər təmiz, bu qədər məmnun gördüyüm zaman ürəyim titrədi. Öz-özümə nə yaxşı anadır, dedim. Bu çox gözəl olar, üç bacı olarlar. Həm də mən tez qayıdacağam, xanım Tenardiyə. Fikirləşmək lazımdır, dedi. Xanım Tenardiyə nə deyir? Deyir ki, fikirləşmək lazımdır. Ayda 6 frank verə bilərəm. Digər qadın deyir ki, ayda 6 frank verə bilərəm. 6 frank. Bu zaman meyxananın içindən bir kişi səsi eşidildi. 7 frankdan aşağı olmaz. Aha, deməli 7 frankdan aşağı deyir, olmaz. Bu kişi deyir bunu. Həm də 6 aylığını qabaqcadan verməlisiniz. Aha, şərti də kəsir. Bu çox güman ki, elə Tenardiyənin əri olacaq. Ana, verərəm deyə razılaşdı. Kişi səsi. Bundan başqa ilk xərclər üçün də 15 frank lazımdır. İlk xərclər üçün deməli nə qədər? 15 frank da lazımdır, deyə əlavə etdi. Xanım Tenardiyə yenə həmin nəğməni oxuya-oxuya hesabladı və cəmi 57 frank dedi. 57 frank. Qadın, verərəm. Kişi səsi. Bəs uşağın pal-paltarı varmı? Xanım Tenardiyə. Danışan mənim ərimdir, dedi. Aha, bəli, xanım Tenardiyə deyir ki, danışan mənim ərimdir. Qadın, bəs necə, dedi. Əgər mən öz balamı tamam çılpaq qoysaydım, bu çox qəribə olardı. Tenardiyənlərin qonşularından bir qadın yolda qızın anasına rast gəlmişdi. O geri döndüyü zaman evdə demişdi. Yolda hönkür-hönkür ağlayaraq gedən bir qadına rast gəldim. Elə bərk ağlayırdı ki, ürəyim qanla doldu. Yolçu qadının vermiş olduğu 57 frank sayəsində əri Tenardiyə öz borcunu vaxtında verə bilmişdi. Aha, əri Tenardiyə öz borcunu vaxtında verə bilmişdi. Lakin bu aydan sonra onlara yenə pul lazım oldu. Arvadı Kozettanın paltarını Parisə aparıb lambarda girov qoydu və əvəzində 60 frank aldı. Bu pullar da qurtardıqdan sonra Tenardiyələr Kozettaya güya rəhmləri gəldiyi üçün evlərində saxladıqları yoxsul bir qız nəzəri ilə baxdılar və onunla elə beləcə də rəftar etməyə başladılar. Artıq qızın heç bir paltarı olmadığından onu balaca Tenardiyələrin köhnə paltarları ilə, yəni cırcındırla geyindirməyə başladılar. Kozettanın anası Montrealda yerləşərək hər ay məktub yazır. Deməli, harada yerləşir? Montrealda. Yerləşərək hər ay məktub yazır, Tenardiyələr isə həmişə bir söz yazırdılar. Kozetta özünü lap yaxşı hiss edir. Aha. İllər gəlib keçirdi, uşaqlar böyüyür və böyüdükcə dərdi də artırdı. Hələ Kozetta balaca ikən yalnız 2 uşağın əziyyətini çəkirdi. Lakin 5 yaşına çatan kimi bütün evin qulluqçusu oldu. Deməli, Kozettanı əslində qulluqçu kimi işlədiblər. Hələdir, Kozetta balaca ikən yalnız 2 uşağın əziyyətini çəkirdi. Lakin 5 yaşına çatan kimi bütün evin qulluqçusu oldu. 5 yaşında, təsəvvür edin, bu nə deməkdir? Bayramqabağı bir neçə arabaçı ilə səyyar alverçilər Tenardiyənin alçaq tavanlı otağındakı stolun ətrafında əyləşmişdilər. Meyxanaçının arvadı gür yanan kürədə bişən xörəyə baxır, əri isə qonaqlarla içərək siyasətdən danışırdı. Deməli, bayramqabağı bir neçə arabaçı ilə səyyar alverçilər
Arabaçılar və səyyar alverçilər Tenardiyenin alçaq tavanlı otağındakı stolun ətrafında əyləşmişdilər. Meyxanaçının arvadı gür yanan kürədə bişən xörəyə baxır, əri isə qonaqlarla içərək siyasətdən danışırdılar. Kozetta ocağın yanındakı taxta üzərində, yəni həmişəki yerində oturmuşdu. Ocağın yanındakı taxta üzərində. Əynində cırcındır, yalın ayaqlarında taxtadan qayrılmış ayaqqabı, taxtadan. Ocağın işığında əyləşib Tenardiyenin qızları üçün yun corab toxuyurdu. Dəhşət. Ara sıra qonaqlardan birisi küçəyə baxaraq nə yaman qaranlıqdır və ya bu qaranlıqda küçə ilə fənərsiz getmək üçün pişik olmaq lazımdır deyirdi. Bu sözlər eşitdikcə Kozetta tir-tir əsirdi. Onu su gətirməyə göndərəcəklərindən qorxurdu. Onu deməli su gətirməyə göndərəcəklərindən qorxurdu. Meyxanada gecələyən səyyar alverçilərdən biri içəri girdi və kobud bir səslə "Nə üçün mənim atıma su verməmişlər?" dedi. Kim? Deməli, səyyar alverçilərdən biri deyir ki, "Nə üçün mənim atıma su verməmişlər?" Tenardiye xanım küçə qapısını geniş-geniş açaraq qorxudan büzülmüş qızcığaza "Get su gətir" dedi. "Cəld ol." Kozettanın götürdüyü boş vedrə az qala özündən böyük idi. İçində bir uşaq rahat otura bilərdi. Meyxananın qapısı ilə üzbəüz olan dükanda oyuncaq satırdılar. Birinci sırada ən görkəmli bir yerdə böyük bir gəlincik vardı. Bu gəlinciyin gözləri və həqiqi saçları var idi. Əyninə çəhrayı rəngli incə bir paltar geyindirmişdi. Başı qızıl sümbüllərlə bəzənmişdi. Bu gözəl oyuncaq daim sərgidə qalaraq 10 yaşından aşağı olan bütün gəlib keçənlərin heyrətinə səbəb olurdu. Kozetta əlində vedrə düşüncəli halda küçəyə çıxdığı zaman xanım adlandırdığı bu gəlinciyə baxmaqdan özünü saxlaya bilmədi. Deməli, gəlinciyin adını nə qoymuşdu? Xanım qoymuşdu. Çörəkçilər küçəsi ilə gedərkən dükanlardan işıqlar onun yolunu işıqlandırırdı. Lakin biraz sonra son işıqlı dükanı ötüb keçdi. Yazıq qız qaranlıqda qaldı. Ürəyini bir qorxu bürüdü. Buna görə yeriyə var qüvvəsi ilə vedrəni yerlədirdi. Vedrə səsləndikcə balaca qız da biraz ürəklənirdi. Sonuncu evin tinini döndükdə Kozetta dayandı. Bu son evdən o yana yol getmək ona qeyri-mümkün görünürdü. Qızın qarşısında qaranlıq və issiz bir çöl uzanırdı. O qorxu ilə bu yola baxırdı. Burada insanlar yox idi. Deməli, insanlar yoxdur burada. Burada vəhşi heyvanlar ola bilərdi. Qorxu ona cəsarət verdi. Geri qayıtdı. Qorxu deyir ona cəsarət verdi, geri qayıtdı, öz-özünə dedi. Nə olsun, ona deyərəm ki, bulaqda su yoxdur. Nə olsun deyir, ona deyərəm ki, bulaqda su yoxdur. Lakin 100 addım belə atmamış Kozetta dayandı. İndi gözlərinə Tenardiye qarı göründü. Bu mənfur və dəhşətli qarı kaftar kimi ağzını ayırmışdı, gözləri hiddətdən parıldayırdı. Qızcığaz aciz bir halda ətrafına boylandı, nə etsin, hara getsin. Qabaqda Tenardiye, qarının kabusu, arxada isə qaranlığın və meşələrin bütün cinləri dururdu. Lakin Tenardiye qarı daha qorxuncu idi. Gör nə qədər qorxurdusa ondan. Kozetta onun qabağında geri çəkildi. Qızcığaz yenə bulağa doğru yüyürməyə başladı. O ağlamağını güclə saxlayaraq yüyürürdü. Qəribə işdi. O yolu azmadı. Nəhayət bulağa çatdı. Çox qaranlıq idi. Lakin o bu bulağa su dalınca gəlməyə adət etmişdi. Qaranlıqda sol əli ilə bulağın üstünə doğru əyilən cavan palıd ağacının budağından yapışdı. Deməli, palıd ağacının budağından yapışdı. Bulağa tərəf əyildi və vedrəni suyun içinə saldı. Qız dolu vedrəni çəkib otun üstünə qoydu. Ancaq indi taqətdən düşdüyünü hiss etdi. Dolu vedrəni aparmaq onun üçün çox çətin idi. Qızcığaz hərdən bir dayanır və hər dəfə dayandıqca buz kimi su vedrənin kənarından axaraq onun yalın ayaqları üzərinə tökülürdü. Qızın 8 yaşı var idi. Deməli, qızın 8 yaşı var idi. Baxın, Kozetta'nın deməli neçə yaşı var? 8 yaşı var. Bu arada Nurəddin əsərində də Nurəddinin ilk məktəbə gedəndə neçə yaşı var idi? 8 yaşı var idi. Nurəddinin, bəli, 8 yaşında məktəbə getmişdi.
Kozetta birdən vedrənin yüngülləşdiyini hiss etdi. Böyük bir əl qolpundan yapışıb vedrəni yuxarı qaldırdı. Qız başını arxaya əyib baxdı. Qaranlıqda uca boylu, qara bir kölgənin onunla yan-yana yeridiyini gördü. Deməli görür ki, vedrə birdən-birə yüngülləşir və çevrilir, baxır, görür nə? Qara bir kölgədir, onunla yan-yana yeriyir. Bu adam heç bir söz demədən vedrəni onun əlindən aldı. Kozetta qorxmadı. Yolçu onunla danışmağa başladı. Onun səsi sakit və ciddi idi. Bala, bu yük sənin üçün çox ağırdır. Kozetta başını qaldırıb, bəli cənab dedi. Balaca, sənin neçə yaşın var? 8 yaşındayam cənab. 8 yaşındayam deyir. Hardan gəlirsən? Meşədəki bulaqdan. Yolun çox uzaqdır. Hələ 15 dəqiqəlik yolun var. Yolçu biraz sükut etdikdən sonra birdən soruşdu. Deməli sənin anan yoxdur. Bilmirəm deyə uşaq cavab verdi və astadan əlavə etdi. Mənə elə gəlir ki, anam yoxdur. Hamının anası var, amma mənim anam yoxdur. Biraz sustuqdan sonra yenə davam etdi. Yəqin mənim heç vaxt anam olmamışdı. Yolçu dayandı, vedrəni yenə yerə qoydu. Uşağa tərəf əyilib çiyinlərindən tutdu. Diqqətlə üzünə baxdı. Qaranlıqda sanki onu tanımaq istəyirdi. Kozettanın arıq və zavallı üzü göyün ağımtıl, boz işığında tutqun bir şəkildə görünürdü. Sənin adın nədir, Kozetta? Yolçu elektrik vurmuş kimi diksindi. O yenə qızın üzünə baxdı. Əllərini Kozettanın çiyinlərindən götürərək vedrənə qaldırdı və addımladı. Birazdan sonra yenə soruşdu. Bəs səni bu gecə vaxtı su üçün meşəyə kimi göndərib? Tenardiye xanım. Yolçu soyuqqanlılıqla danışmağa çalışsa da, səsində nədənsə qəribə bir titrəyiş var idi. Bir neçə dəqiqə keçdi, yolçu yenə dilləndi. Məgər Tenardiye xanımın qulluqçusu yoxdur? Yox, cənab. Elə tək sənsən? Bəli, cənab. Yenə sustular. Sonra Kozetta dedi. Onun 2 balaca qızı da var. Hansı balaca qızlar? Polina və Zelma. Deməli, adları nədir? Polina və Zelma. Polina və Zelma. Az sonra Kozetta astadan səsləndi. Onların gözəl kuklaları var. Cürbəcür partlayan oyuncaqları var. Üzürlüsən, parıldayan oyuncaqları var. Onlar oynayır, əylənirlər. Elə bütün günü? Bəli, cənab. Bəs sən? Mən işləyirəm. Bütün günümü? Qız iri gözlərini qaldırdı, yolçuya baxdı. Gözlərində yaş var idi, lakin gecənin qaranlığında görünmürdü. Yanıqlı bir səslə cavab verdi. Bəli, cənab. Biraz sustuqdan sonra əlavə elədi. Hərdən bir işimi qurtaranda icazə versələr, mən də oynayıram. Bəs sən necə oynayırsan? Elə bildiyim kimi, ancaq mənim oyuncağım azdır. Mənim ancaq bir balaca qalay qılıncım var, bax bu boyda. Deməli, balaca qalay qılıncı var imiş. Yalnız bir oyuncaq var, o da balaca qalay qılıncın. Azdır deyir oyuncağım. Qızcığaz çəçələ barmağını göstərdi. Qılınc bir şey kəsirmi? Bəli, cənab, deyə qız cavab verdi. Qılıncım salat kəsir, bir də milçək başı kəsir. Salat kəsir, bir də milçək başı kəsir. Tenardiye xanım əlində şam qapının ağzında göründü. Vay səni yaramaz, bu vaxta qədər hardaydın? Kozetta qorxusundan titrəyərək. Xanım, bu ağa gecəni sizdə qalmaq istəyir. Bu ağa gecəni sizdə qalmaq istəyir deyə bildi. Girin ağa, dedi. Yolçu içəri girdi. Boğçası ilə ağacını skamyanın üzərinə qoyaraq stolun yanında əyləşdi. Deməli, boğçası var idi. Boğçasını hara qoyur? Ağacını skamyanın üzərinə qoyaraq stolun yanında əyləşdi. Kozetta tez stolun üstünə bir butulka şərab və bir stəkan qoydu. Yan qapı açıldı. Eponina və Azelma içəri girdilər. Deməli, qızlar içəri girdilər. Doğrudan da ikisi də qəşəng qızlar idi. Qızlar gedib oyuncağının yanında oturdular. Əllərində bir gəlinciyi var idi. Gəlinciyi o yan bu yan darta-darta gülüşüb oynayırdılar. Ara sıra Kozetta işindən ayrılaraq məyus nəzərlə qızlara baxırdı. Birdən Kozetta dönüb döşəmənin üzərində Tenardiye qızlarının unutmuş olduqları gəlinciyi gördü. Kiçik qızların başları pişi ilə məşğul olduğundan deməli, pişi ilə məşğul idi. Gəlinciklərini mətbəx stolunun altında atmışdılar. Kozettaya baxan yox idi. Bir dəqiqə belə vaxt itirmək olmazdı. Stolun altından çıxaraq bir daha baxıb kimsənin onu görmədiyini yəqin etdikdən sonra tez dizin gəlinciyə tərəf süründü, onu əlinə götürdü. Baş oynamağa qarışdı.
Onun bu hərəkətini yolçudan başqa bir kimsə görmədi. Deməli, yalnız yolçu gördü. Qızın sevinci 15 dəqiqəyə qədər sürdü. Qızlar çaşıb qaldılar. Kozetta onların gəlinciyini götürməyə cəsarət etmişdi. Eponina anasının yanına gəldi və tumanından çəkməyə başladı. Qız, ana, baxsana, deyib barmağı ilə Kozettanı göstərdi. Kozetta xanımların oyuncağını götürməyə cəsarət etmişdi. Qadın hiddətindən xırıldayan bir səslə, Kozetta, deyə bağırdı. Kozetta vurulmuş kimi birdən titrədi. Qadına tərəf döndü. O gəlinciyi götürdü, pərəstiş və ehtiyatla yavaşca yerə qoydu. Özünü saxlaya bilmədi, hönkür-hönkür ağlamağa başladı. Yolçu qapıya tərəf yönəldi, qapını açdı, küçəyə çıxdı. Qadın qonağın getməsindən fürsət taparaq Kozettaya bir təpik vurdu. Qız acı-acı ağladı. Qapı açıldı, yolçu göründü, əlində biraz yuxarıda bəhs etdiyimiz və bütün kənd uşaqlarının nəzərini cəlb edən gözəl gəlinciyi vardı. Gəlinciyi Kozettanın qabağına qoyaraq, al bunu, bu da sənin, dedi. Kozetta gözlərini qaldırdı, yolçunun əlində gəlinci ona tərəf gəldiyini gördü. Gözlərini oyuncağa dikdi, lakin biraz sonra yavaş-yavaş geri çəkilib divarın yanındakı stolun altında soxuldu. Tenardiye xanım bu qızları kimi donub qalmışdılar. Tenardiye xanım daşa dönüb gah gəlinciyə, gah da yolçuya mat-mat baxırdı. O səsini yumşaltmağa çalışaraq, yaxşı Kozetta, gəlinciyi nə üçün almırsan, dedi. Nəhayət Kozetta gəlinciyə yanaşdı və yavaş bir səslə Tenardiyeyə dedi. Olarmı xanım? Nə soruşursan deyə qadın ona cavab verdi. Bu sənindir. Bu cənab onu sənə bağışlayır. Doğrudanmı ağa, deyə Kozetta soruşdu. Lap gerçəkmi? Bu gəlincik mənimdirmi? Yolçunun gözləri elə bil yaşarmışdı. O, ağlamamaq üçün susur, bir həyəcan dəqiqəsi keçirirdi. Qonaq gəlinciyi qızcığaza verdi. Bir neçə saat keçdi, müştərilər dağıldılar, meyxana bağlandı. Tenardiye qonağa yanaşdı, astadan dilləndi. İstirahət etmək istəyirsinizmi, cənab? Hə, doğru deyirsiniz, deyə yolçu cavab verdi. Tenardiye gülümsəyərək, buyurun, cənabınızı ötürüm, dedi. Cənabınızı ötürüm, dedi. Ertəsi gün səhər tezdən günün çıxmasına az 1-2 saat qalmış qonaq salona girdi. Meyxanaçı qadın. Nə tez oyanmısınız, dedi. Yoxsa artıq yola düşürsünüz? Yolçu fikirli və dalğın idi. Və əsər bitdi.